Salam, hər vaxtınız xeyir. Bugün coğrafiya 7-ci sinif iş dəftərində Azərbaycanda tektonik hərəkətlər baş verirmi mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda Azərbaycan ərazisi hansı litosfer tavalarının sərhədində yerləşir? Bildiyimiz kimi ölkəmizin ərazisi Avrasiya və Ərəbistan litosfer tavalarının sərhədindədir. Ona görə burada düzgün cavab olacaq C variantı. Azərbaycan ərazisi Alp-Himalay seysmik qurşağında yerləşir. Yəni burada Alp-Himalay seysmik qurşağı yazılmalıdır. Düzgün cavab D variantı. Üçüncü sualda Eyler-Venn diaqramına əsasən zəlzələləri müqayisə et. Bakı, Gəncə və Şamaxı zəlzələsi. Bildiyimiz kimi sinif kitabında hər üç zəlzələ haqqında danışılır. Deməli, Bakı şəhərində zəlzələ, yəni ən güclü zəlzələ 2000-ci ildə 6,8 bal gücündə baş vermişdir. Bu zəlzələ, yəni 2000-ci ildə 6,8 bal gücündədir. Bu zəlzələnin epicentri, yəni yer üzərindəki proyeksiyası Xəzər dənizində yerləşsə də bir çox ərazilərin dağılmasına, Bakıda bir çox ərazilərin zərər görməsinə səbəb olmuşdur. Həmçinin, belə deyək, ikinci təkanda baş vermişdir. Şamaxı zəlzələsi də 1902-ci ildə baş vermişdir. Şamaxı zəlzələsi də 6,6 bal gücündə baş vermiş. Bu zəlzələ nəticəsində qədim Şamaxı şəhəri dağılmış və çox böyük dağıntılara səbəb olmuşdur. Gəncə zəlzələsi isə 1139-cu ildə baş vermiş, daha güclü olmuşdur, 7,7 bal gücündə olub. Bu zaman Gəncə şəhəri dağılmış, şəhər böyük zərər görmüşdür. Həmçinin məşhur Kəpəz dağının uçması, Ağsu çayının qabağını tutması ilə Maral göl, Göygöl, Ağgöl, Qaragöl kimi və digər sairə göllər yaranmışdır. Hər üç zəlzələnin oxşar xüsusiyyətinə bunu deyə bilərik ki, hər üçünün nəticəsində yerləşdiyi iri şəhərlər böyük zərər görmüşdür və bir çox dağıntılara səbəb olmuşdur. Daha sonra burada 4-də deyir ki, zəlzələnin nisbətən zəif baş verdiyi məntəqəni müəyyən et. Bildiyimiz kimi, burada zəlzələnin, yəni sinif kitabı əsasında zəlzələnin ən zəif baş verdiyi ərazilərə biz buradan 5-i deyə bilərik. Daha sonra 3-ü deyə bilərik. Bu 5 və 3 rəqəmi ilə göstərilən ərazidə zəlzələlər daha çox 7 baldan və 7 baldan aşağı olur. Bir də burada yəni 2 və 6, 2 Şamaxı, 6 da Gəncədir. Bunlar Respublikamızın ən güclü zəlzələ zonasıdır. Burada 1 və 4 rəqəmləri qalır. Əgər bunlara baxsaq, yəni hər ikisində zəlzələnin demək olar ki, olma faizi eynidir. Amma burada Bakıda zəlzələ, belə deyək, 4 rəqəmi ilə göstərilən ərazidən daha zəif olacaq. Ona görə burada ən zəif olan digərlərinə nisbətdə 1, 5, 3 olacaq. Amma burada 4-ü də götürmək olar. İndi sinif kitabının verilən xəritəsində əsasən hər üçünü əslində, yəni 4-ü də demək olar. Çünki 1 ilə 4 təqribən eynidir bal cəhətdən. Amma ki, yəni biz buradan düzənlik və dağlıq ərazilərə nisbətdə, yəni 1, 3, 5 söyləyə bilərik. Sonra Azərbaycanda zəlzələ episentrləri xəritəsində əsasən tapşırıqları yerinə yetir. Burada A tapşırığında deyir ki, Azərbaycan arasında məntəqələri zəlzələlərin gücünə görə cədvəldəki kimi qruplaşdır. Kiçik Qafqazda daha güclü zəlzələlərin olduğu məntəqə Gəncə ərazisidir. Belə deyək, zəlzələnin zəif olduğu ərazilərə biz, yəni Kiçik Qafqazda zəlzələnin nisbətən zəif olduğu ərazilərə Qubadlını deyə bilərik. Nisbətən zəif olduğu ərazilər Qubadlı, yəni bu əraziləri deyə bilərik, nisbətən digər ərazilərə nisbətdə daha zəifdir. Ən zəif olduğu ərazilərə isə yəni Şəmkir rayonu, Tovuz, yəni Kiçik Qafqaza düşən hissələrini deyə bilərik. Tovuz, Şəmkir daha zəif olur. Yəni Kiçik Qafqazın şimal hissələrində. Böyük Qafqazda zəlzələnin ən güclü olduğu hissəyə biz Şamaxını, nisbətən zəif olduğu ərazilərə Böyük Qafqazda biz deyə bilərik Xəzər sahili əraziləri, xüsusilə də Xızı rayonunun Xəzər sahili bölgələrini deyə bilərik ki, onlarda daha zəifdir, ora daha zəif yazmaq olar. Orta, yəni nisbətən zəif olan ərazilərə isə biz Xaçmaz, Şabran rayonlarını, Xaçmaz rayonlarını deyə bilərik ki, nisbətən zəif olan ərazilərdir. Xaçmaz. Kür-Araz ovalığında zəlzələnin ən güclü baş verdiyi ərazilərə Kür-Araz ovalığında biz deyə bilərik. Belə deyək, ən güclü ərazilər olaraq Kür-Araz ovalığında məsələn Mingəçevir,
Ceyrançıl əslində Kür Araz ovalığında Mingəçevir ərazisini, Yevlax ərazisini deyə bilərik. Nisbətən digər ərazilərə nisbətdə güclü olan ərazilərə onu deyə bilərik. Həmçinin İmişli və bu əraziləri demək olar. İmişli, Saatlı ərazisini, yəni nisbətən güclü ərazilərə İmişli, Saatlı. Sonra nisbətən, yəni daha güclü zəlzələlərdən sonra nisbətən zəif olduğu ərazilərə biz, məsələn, burada biz deyə bilərik bu ərazilərə Zərdabı, Ağcabədini, Ağdaşı, Zərdab, Ağcabədi, Ağdaş, Zərdab, Ağcabədi. Yəni burada xəritə üzərindən də baxıb tapmaq olar və həmçinin daha zəif olduğu ərazilərə biz Salyan, Şirvanı deyə bilərik. Salyan və Şirvan ərazisi zəlzələnin daha zəif olduğu ərazilər hesab etmək olar. B tapşırığında deyil, zəlzələlərin demək olar ki, baş vermədiyi ərazilərin yerləşdiyi inzibati rayonların adlarını yaz. Demək olar ki, baş vermədiyi və yaxud tamamilə zəif olduğu ərazilər, yəni demək olar ki, baş vermir və tamamilə zəif olduğu ərazilərə biz bu ərazilərə Salyan rayonunun, Neftçala rayonunun bir çox ərazisinə Neftçalanı yazmaq olar. Bura, yəni zəlzələ baş vermir deməyək, amma ki, yəni daha zəif olur. Neftçala yazmaq olar. Həmçinin Xızı rayonunun Xəzər sahillərini yazmaq olar ki, bunlar zəlzələnin demək olar ki, baş vermədiyi və yaxud az baş verdiyi ərazilərdir. Demək olar ki, yəni digər ərazilərə nisbətdə daha zəif baş verir.